Otaq temperaturunda yumşalmış 250 qram çörək yağı. Bir paket vanil, 1 stəkan yarım şeker kirşanı mikserle karıştırırıq. Bir yumurtanın ağı, 500 qram un. Unumuzu az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. YouTube kanalımıza dəstək olmaq üçün video qarşınıza çıxıbsa rəylərdə bir emoji qoysanız çox sevinərəm. Bu kanalımız üçün çox önəmlidir. Xəmirimiz videoda göstərdiyim kimi olmalıdır. Kündələri ayırırıq. Kündələrimizi 50 qramdan götürürük. Soba tavasına yığırıq. Ortasından oyuq açırıq. Yumurta sarısını mətbəx torbasına əlavə edirik. Oyuqlara yumurta sarısı qoyuruq. Mətbəx torbanız yoxdursa da qaşıqla da qoya bilərsiniz. Əvvəlcədən isitdiyimiz 150 dərəcəlik sobada 15-20 dəqiqə bişiririk. Şəkər çörəklərini çox qızartmırıq. Üzəri ağ qalmalıdır. Dadlı və fərqli şirniyyatlar üçün kanalımızı yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.